Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu aziz dostlar. Allah kimleri ağılsız adlandırıb? Mövzu bu haqdadır. 1. İman etmeyenler, hakkı görüp inkar edenler. Bəqərə surəsi 130-cu ayəsində buyurulur. Allahın ayələrini inkar edenleri Allah hidayete yönəltməz. Onlar ağılsızdırlar. 2. Allahın hökmünü lağa qoyanlar. Onlara insanlar kimi iman edin deyildikdə biz o ağılsızlar kimi iman edərikmi deyirlər. Bilin ki, əslində onlar ağılsızdırlar, lakin bilməzlər. Bəqərə surəsi 12-ci ayədə bu haqda bildirilir. 3. Haqdan üz çevirən və dünyaya aldananlar. Rum 7-ci ayədə buyurulur. Onlar dünya həyatını ahirətdən üstün tuturlar. Onlar ağılsızlıq içindədirlər. 4. Nəfsinə və şəhvətinə uyanlar. Öz nəfsinin istəklərini özünə tanrı edən kimsəni gördünmü? Onların çoxu düşünmür. Casiyə surəsi 23-cü ayədə bu bildirilir. Düşünmədən yaşayanlar, ibrət almayanlar, onlar yer üzündə gəzib dolaşmırlar ki, düşünsünlər. Axı, düşünən qəlbləri, eşidən qulaqları yoxdur. Həc surəsi 46-cı ayədə bu haqda bildirilir.